Salam, hər vaxtınız xeyir dostlar. Başlıqdan gördüyünüz gibi yeni videolar silsiləsi ilə sizlərlə görüşürəm. Bu silsilədə hazırda olduğum yerlə, hazırda olduğum məkanla əlaqəli bir növ əlaqələndirməyə çalışdım. O da budur ki, biz hər birimiz, yəni bir videonu izləyirsinizsə, bilirəm sizin də öyrənmək istədiyiniz bir işlər, ustalaşmaq istədiyiniz bacarıqlar, çatmaq istədiyiniz hədəflər var. Amma bəzən bunlar sizə belə deyim, çətin gəlir. Yəni mənə də elə. Bəzən bacara bilməyəcəyimizi düşünürük. Bəzən bizim o qədər güclü olmadığımızı düşünürük. Potensialımızın yetməyəcəyini düşünürük. Amma əslində belə deyil. Sadəcə biz onları fərqli səbəblərdən, yəni səbəblər, çoxlu səbəblər üzərində durmayacağam. Fərqli səbəblərdən biz ümidimizi itiririk. Bu videonu da məhz buna görə paylaşacağım. Əgər ümidinizi itirmişsinizsə, əgər elə bilməyəcəyinizi, o istədiyiniz nədirsə, reallaşdırmaq istədiyiniz xəyallarınız, çatmaq istədiyiniz o hədəfləriniz, ustalaşmalı olduğunuz o biriklər nələrdirsə, əgər ümidinizi itirmişdinizsə, əgər hazırda şübhə içərisindəysənizsə ki, olmayacaq, alınmayacaq, bacarmayacaqsanız, mən videonu onun üçün paylaşıram. Yenidən böyük düşünün deyə paylaşıram. Yenidən fərq yoxdur, nə qədər uğursuz oldunuz, alınmadı, yenidən bacaracaqsınız, düşünün deyə paylaşıram. Yəni istəyirəm ki, yenidən necə həvəslə başlamışsınız, davam edirsinizsə, elə də həvəslə başlayasınız və davam eləyəsiniz. Çünki əsas olan o demək deyil ki, heç vaxt rotadan çıxmamaq. Əsas olan odur ki, hər rotadan çıxdığımızda təkrar rotaya döna bilmək. Ona görə də nə göl kimi, gölməçə kimi, dəniz kimi deyil, okean kimi böyük düşünün. Yəni, bilmirəm, bənzətmə nə qədər tutarlı oldu, amma tək demək istədiyim odur ki, yenidən böyük düşünün, yenidən o ilk başladığınızdakı kimi həvəslə başlayın və həmişə bu günə kimi çalışdığınızdan daha ağırlı və daha çox çalışın. O zaman görəcəksiniz ki, yəni bəlli bir zamandan sonra doğrudan da o imkansız deyil, məhz sizin üçün çox əla mümkün imiş. Hələlik növbəti videoda görüşənə qədər uğurlar.